Bloka dəstək üçün sualların izahına davam edirik. Dördüncü sualda çox maraqlı bir sualdır. Birini cümlənin məqsəd və intonasiyaya görə iki fərqli növündə düşünmək olar. Biz cümlələrin sonuna baxsaq görürük ki, yalnız nöqtə işarəsi var. Buna əsasən də artıq bir qaydanı bu cümlələr haqqında bildik ki, bu cümlələr yalnız hansı növdə ola bilər uşaqlar? Yalnız nəqli ola bilər və yaxud əmr cümləsi ola bilər. Çünki əgər burada sual və ya nida cümləsi olsaydı, sonunda sual və nida işarələr olmalıydı. Artıq biz bir qaydanı bildik. İndi cümlələrə bir-bir baxaq. Sən bu ömrü boş-boşuna yaşadın. Yaşadın sözü iki cür düşünülə bilər. İki cür düşünülə bilər, amma biz cümləyə fikir versək, sən bu ömrü boş-boşuna yaşadın. Sərf elədin, boşuna sərf etdin mənasındadır. Sən bu ömrü boş-boşuna yaşadın deyə bilmərik. Yaşadın deyirsə, onda sözün kökü olur yaş. Yəni nə etdin? Yaşadın. Sözün kökü yaş, a leksik şəkilçi, d keçmiş zaman şəkilçisi, n isə şəxs şəkilçisi. Əgər burada keçmiş zaman şəkilçisi varsa, olacaqdır nəqli cümlə. A bəndin çıxar. Qayığı suda yavaş-yavaş batırdı. Batırdı sözündə kökü olacaqdı bat. Nə edirdi? Batırdı. Ir zaman şəkilçisi, d isə idi hissəciyi. Yenə də hansı növ olacaq uşaqlar? Nəqli cümlə. Çünki burada əmr feili yoxdur. Əmr şəklində olan feil yoxdur. C bəndinə keçək. Bunun səsi birazdan çıxar. Nə edər? Çıxar. Görürük ki, bax, sual hansına uyğundursa, həmin zamanda, həmin şəkildə olur. Onun səsi nə edər? Çıxar. Birazdan çıxar. Nə edər sualına cavab verirsə, onda olacaqdır çıxmaq sözün kökü. Arda gələcək zaman şəkilçisi. Onda yenə də hansı cümlə növündə olacaqdır? Nəqli cümlə. Çünki burada çıxar sözü qeyri-qəti gələcək zamandadır, yəni xəbər şəklindədir. Bunu da çıxaq. B bəndi. Babamın sözü hər yerdə keçirdi. Nə edirdi? Keçirdi. Burada da sözün kökü keç. İr indiki zaman şəkilçisi, di isə idi hissəciyi. Yenə burada zaman və idi hissəci olduğu üçün bu əmr cümləsi ola bilməz. Nəqli cümlədir. Y bəndi. Bir gündə artıq işlədin. Burada işlədin sözü var. Bunu yazaq. İşlədin sözü iki cür düşünülə bilər. Deyir ki, sənə müraciət edib deyirəm ki, bir gün də artıq işlədin. Sən bir gün də artıq işlədin. Çox sağ ol. Bu zaman sözün kökü olur iş, lə leksik şəkilçi, di keçmiş zaman şəkilçisi, n isə zaman şəxs şəkilçisi. Bu zaman oldu nəqli cümlə. Çünki burada zaman şəkilçisi var. İkincisi isə kiməsə əmr edirəm ki, onları bir gün də işlədin. Yəni bir artıq işlədin, çox işlədin, əzab verirsən. Bu zaman işlədin sözü belə təhlil olunacaqdır və əmr şəklində olacaqdır. İş sözünün kökü lə leksik şəkilçi, işlət t leksik şəkilçi, işlədin əmr verirsən. Əmr cümləsidir, əmr şəklindədir. Ona görə də Y bəndindəki cümlə həm nəqli cümləyə uyğun gəldi, həm də əmr cümləsinə. Cavabımız oldu Y bəndi.